Bu sadece bir hatırlatmadır. Ve həmçinin də şükürdür. Bunu hatırlamağın özü bir növ Allah'ın vermiş olduğu bu nimete şükür etmektir. Allah Teala buyurur ki: "Ve emme bi ni'meti rabbike fehaddis." Senin Rabbinin nimetine geldikteyse onu danış. Nimeti danışmak şükrün növlərindəndir. Şükrün növlərindəndir. Necə ki sahabeler, salih sələflər oturardılar, meclisler kurardılar. Həmin meclislerde Allah'ı zikr ederdilər ve həmin zikirdən də nədir? Nimetleri hatırlayardılar. Allah-u Teala bize filan nimeti verib, filan nimeti verib, cahillikdəydik, zəlalət içərisindəydik, Allah bize İslamı verdi. O kadar bidətlər içərisində Allah bize sünnəni verdi. Allah bize Peygamber sallallahu aleyhi ve sellemin doğru düzgün yoluna, bu kadar yollar olduğu halda Allah'ın doğru düzgün yoluna düşmeye, ora müvəffəq olmağa Allah da bize nəsib elədi. Yani bunları hatırlayardılar. Neye göre? Bunlar nimet olduğunu dərk ettiklerine göre bu nimete şükür olarak hatırlayardılar.